Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əqaid mövzusu davam edir. Mövzumuz peyğəmbərlərin xüsusiyyəti barəsindədir. Keçən bəhsimizdə biz insanların vəhyə olan ehtiyacı barəsində, eləcə də peyğəmbərlərin göndərilməsinin zərurəti və faydası barəsində danışdıq. Bugün isə mövzumuz peyğəmbərlərin xüsusiyyətləri barəsindədir. Peyğəmbərlərin o xüsusiyyətləri dedikdə, yəni bir şəxsin Allah tərəfindən göndərilməsinin əlaməti nədir? Və bir şəxs əgər yalancı olaraq iddia etsə ki, mən Allah tərəfindən gəlmişəm, göndərilmişəm insanları hidayət etmək üçün, bunun iddiasının yalan olduğunu biz nə ilə ayrı edə bilərik? Nəzərə aldıqda bu məsələ günümüzdə də aktualdır. Təəssüf olsun ki, bəzi şəxslər peyğəmbərlik iddiası ilə çıxır və bir çox bəzən insanlar da bunlara inanır və onları həqiqətən də Allah tərəfindən göndərilən şəxs olaraq qəbul edirlər. Və zamanla təbii olaraq bunlar rüsvay olur və insanları aldatdıqları məlum olur. Hər bir halda İslam ilahiyyatında doğru peyğəmbərlə yalancı olaraq iddia edən peyğəmbərləri ayrı etmək üçün bir sıra xüsusiyyətlər qeyd olunmuşdur. Bu xüsusiyyətlər, dediyim kimi, İslam ilahiyyatında geniş formada müzakirə olunur. Biz burada bir neçəsinə onun işarə edəcəyik. Birinci, bundan ibarətdir ki, hər hansı bir doğru peyğəmbəri tanımaq üçün müxtəlif vasitələr var. O vasitələrdən də biri bundan ibarətdir ki, öncəki peyğəmbərlər həmən peyğəmbəri tanıtmalıdır. Peyğəmbərlərin silsiləsi, yəni tarixi, seyri bir-birinə əlaqədardır. Həz. Adəm əleyhissalamdan başlayaraq da İslam peyğəmbərinə qədər bunların ardıcıllığı məlumdur. Hər bir peyğəmbər həm əvvəlki peyğəmbəri təsdiq edir və eyni zamanda özündən sonra gələn peyğəmbəri də müjdələyir. Məsələn, Həz. İsa əleyhissalam Allah tərəfindən göndərilərkən həm Həz. Musa əleyhissalamı təsdiqləyir, onun nübüvvətini təsdiqləyir və eyni zamanda Həz. Muhammed sallallahu aleyhi və səlləmin gələcəyini müjdələyir. Biz indi hardan bilək, məsələn, İslam peyğəmbəri peyğəmbərdir, öz iddiasında doğrucudur. Baxırıq ki, Həz. İsa bundan əvvəlki peyğəmbər, bunun peyğəmbərliyini müjdələmişdir. Demək, birinci yol bundan ibarətdir ki, öncəki peyğəmbərlər tanıdır sonradan gələn peyğəmbər. İkinci məsələ daxili yəqinlik məsələsidir. Yəni, insan həmən bu şəxsin iddiasına, həyatına baxdıqda, təhlil etdikdə daxili yəqinlik əsasında buna çatır ki, bəli, bu həqiqətən də Allah tərəfindən göndərilmiş şəxsdir. Məsələn, Həz. Əleyhissalam necə bildi ki, İslam peyğəmbəri Allah tərəfindən göndərilən peyğəmbərdir? Buna hər hansı bir möcüzə göstərmədi. Bəlkə Həz. Əleyhissalamın daxili yəqinliyi bu şəxsdir, yəni Həz. Peyğəmbərin Allah tərəfindən göndərilən peyğəmbər olduğunu təsdiqlədi. Eyni ilə Xədicə xanım da, Həzrəti Xədicə də daxili yəqinlik vasitəsi ilə peyğəmbərin peyğəmbərliyinə etiqad etdi. Bunlar ümumi yollardır. Yəni, belə deyək ki, hamı üçün keçərlidir. Ən ümumi yol möcüzə göstərməkdir. Yəni, hər bir peyğəmbərin öz peyğəmbərliyini təsdiq edəcəyi möcüzəsi olmalıdır. Bu möcüzə əsas mahiyyət etibarı ilə bu şəxsin Allah tərəfindən göndərilən rəsulu olduğunu çatdırmaq üçündür. Möcüzənin tərifində ona görə buyurublar ki, möcüzə Allahın iradəsi ilə nübüvvət iddiası edən bir şəxsdən baş verən
və həmin şəxsin iddiasının doğruluğunu göstərən, insanın adi güc və qabiliyyəti ilə mümkün olmayan xariqül-adə, yəni fövqəltəbii hadisələrə deyilir. Bu cür hadisələr yalnız Allahın izni ilə baş verir və Peyğəmbərin Allah tərəfindən göndərildiyini təsdiqləyən bir dəlil kimi çıxış edir. Burada möcüzənin tərifində bir sıra qeydlər var. Biri budur ki, Allahın iradəsi ilə baş verməsi. Yəni, möcüzə bu Peyğəmbərin özünün şəxsi təşəbbüsü deyil, Allahın iradəsidir. Yəni, məsələn, Həz. İsa əleyhissalam əgər ölüləri dirildirsə, bu Həz. İsa əleyhissalamın şəxsi iradəsi deyil, bəlkə Allahın iradəsi ilə baş verir. Bu ikinci məsələ nübüvvət iddiası ilə bağlı olması. Yəni, bu möcüzəni göstərir ki, mən Peyğəmbərəm, mənim Peyğəmbərliyimi qəbul edin. Demək, əgər nübüvvət iddiası ilə olmasa, bu, məsələn, biz deyirik ki, kəramət, yəni imamlardan olan hər hansı bir möcüzə biz gördükdə. Çünki nübüvvət iddiası etmir, buna deyirlər kəramət. Üçüncü qeyd bundan ibarətdir ki, xariqül-adə və qeyri-təlimi olması. Möcüzə insanların elm, təcrübə və ya təlim yolu ilə qazandıqları məsələ deyil. Yəni, belə deyil ki, məsələn, müxtəlif şamanlar var, onlar təcrübə əsasından müəyyən bir işlər göstərirlər. Ya sehirbazlar. Möcüzə belə deyil. Möcüzə an-edən hər bir işdə möcüzə göstərməyə deyilir. Ən sonunda adi qaydalara zid olsa da səbəb-nəticə prinsipinə tam ilə uyğundur. Möcüzə, məsələn, biz deyirik ki, Həz. Musa əleyhissalam əsasın atdığı yerə və ilana çevirildi. İndi biz bilirik ki, ilan hər hansı bir heyvandır və onun varlığa gəlməsi üçün başqa bir ilana ehtiyac var, yumurta qoymalıdır, yumurtadan çıxsın. Amma əsə ilə ilan arasında təbiət etibarıyla insan bir əlaqəni görmür. Amma biz fikirləşək ki, bu əsa və ilan arasında fəlsəfi diqqətlə baxdıqda heç bir əlaqə yoxdurmu? Yəni, həqiqətənmi, ola bilməzmi bunlar arasında təbiət yaradılış etibarı ilə uyğunluq olmasın. Biz baxanda görürük ki, bəli, bunlar arasında uyğunluq var. Demək, möcüzə səbəb-nəticə qanunlarını sürətləndirən, ona bir məna qatan və onun hərəkətini tam olaraq dəyişən bir məsələyə deyilir. Və digər bir məsələ isə, məsələn, möcüzə hər hansı bir yaradılışa tanış olmayan məsələ deyil. Məsələn, biz adət etmişik ki, insan dünyaya gələndə onun 5 dənə barmağı olsun. Həm əlində olan, həm ayağında 5 dənə var. İndi bir uşaq fikirləşin ki, məsələn, onun 6 barmağı var və yaxud 4 barmağı var. İndi bu, bizim o təsəvvürümüzdə olan, yəni adi yaradılışdan fərq edir. Sual, bu kimi məsələlər möcüzə sayıla bilərmi? Cavab xeyr. Bunlar qeyri adi məsələlərdir. Amma fövqəltəbii və möcüzə məsələsi deyil. Bütün bunlar təbiətlə əlaqədar bir məsələlərdir. İndi bir insan bunları əlində bayraq göstərib, baxın, məndə bir ilahi vergi var və s. Bunları iddia edə bilməz. Demək, möcüzə Peyğəmbərlərin əsas xüsusiyyətidir. Və nəyə görə? Çünki biz onun sözlərinə əməl edərək uca Allahın hökmlərinə tabi olacaq. Demək, uca Allah bu şəxsi digər insanlardan fərqləndirmək üçün ona fərqləndirici xüsusiyyət verməlidir. Və möcüzə bu şəxsin şəxs olaraq daşıdığı bir vəzifə deyil, ilahi təyinatı, ilahi vəzifəni daşıdığı, çatdırdığı üçün insanlardan ayrıla biləcəyi xüsusiyyətdir. İnşallah digər bəhslərimizdə Peyğəmbərlərin digər xüsusiyyətləri barəsində sizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.